Salam değerli izleyiciler. DİMİN 20 sınav kitabçasından ikinci gruplar üçün 11-ci sınavın testlərinin izahını verəcəm. Qeyd edim ki, bu tip sınavların davamını istəyirsinizsə, əməyimə dəyər vermək üçün bu videoları bəyənib, şərh yazıb paylaşa bilərsiniz, mənə dəstək ola bilərsiniz. Başlayaq birinci sualdan. 20-ci əsrin ortalarında Əlcəzairdə 1 milyondan artıq insanı soyqırımına məruz qoymuşdu. 1994-cü ildə Ruandada baş verən vətəndaş müharibəsində hökumət qüvvələrinə hərbi yardım edərək milyona yaxın insanın soyqırımına məruz qalmasında iştirak etmişdi. Göstərilənlər Fransaya aiddir. Fransa yerləşir bu ərazidə. 1 olacaq Fransa. Digər ölkələri deyim. 2 Almaniyadır. 3 İspaniya. 4 Polşa, 5 İtaliya ərazisi olacaq. Növbəti ikinci suala baxırıq. Uyğunluğu müəyyən edin. Albaniya hökmdarı Urnayr, daxili siyasət, xarici siyasət. Qeyd edək, Urnayrın hakimiyyət dövrü 371-ci il Dizrav döyüşünə qədər davam etmişdi. Dizrav döyüşündə ağır yaralanaraq həlak olmuşdu. Dövlətin paytaxtının dəyişdirilməsi 2-ci Vaçeyə aiddir. Yeni Alban əlifbasının yaradılması Asuagenə aiddir. Xristianlığın dövlət dini elan edilməsi 313 Urnayra aid olur. Qərbi Roma imperiyasına qarşı mübarizə aparılması. Qərbi Roma imperiyası 395-də yaranıbdır. O vaxt artıq Urnayr həyatda deyildi. Roma imperiyasına qarşı olsaydı, Sasaniləri müttəfiqi kimi götürə bilərdik. Sasani şahı 2-ci Şapurla müttəfiqlik siyasəti yürütməsi doğrudur. Amid Dizrav döyüşlərində 2-ci Şapurla müttəfiq olmuşdu. Atropatena dövləti ilə Romaya qarşı hərbi ittifaq. Artıq Atropatena dövləti yox idi. Eramızın 20-ci ilində süquta uğramışdı. Doğru cavab 1-ə C, 2-yə B. Növbəti suala baxaq. 3-cü sual. 8-ci əsrin 30-cu illərində Veskotları darmadağın edən müsəlmanlar İspaniyanı tutub Frank krallığına yürüş etdilər. 730-cu illərdən söhbət gedir. Frankların ciddi müqavimətinə rast gələn müsəlmanların ordusu geri çəkilməyə məcbur oldu. Söhbət 732-ci ildə Poitiers döyüşündən gedir. Mətndə bəhs edilən hadisələrin məntiqi nəticəsini müəyyən edin. Müsəlmanların Avropanın içərilərinə doğru irəliləməsi dayandırıldı. Bəli, 732-ci ildə müsəlmanlar Franklara bu döyüşdə məğlub olurlar. Karl Martel qalib gəlir və müsəlmanların Avropanın içərilərinə doğru irəliləməsi dayanır. Qeyd edim ki, bu döyüş Fransa ərazisində baş vermişdi. Digər cavablar niyə olmaz? Böyük Karl deyildi həmin döyüşdə. Mərkəzi Avropada İslam dini geniş təbliğ olundu. Burada məğlub olmuşdularsa təbliğ oluna bilməzdi. Ərəblərlə mübarizədə zəifləmiş Frank imperiyası parçalandı. Franklar burada qalib gəlmişdilər dedik. Franklarla mübarizədə zəifləmiş Abbasilər xilafəti müstəqil dövlətlərə parçalandı. 732-də müstəqil dövlətlərə, yəni həmin dövrdə parçalanmır. Abbasilər 9-cu əsrdə parçalanıbdır. 9-cu əsrdə. Baxmayaraq ki, 756-da ilk dəfə Kordova ondan ayrılır, ancaq parçalanma biz 9-cu əsr götürürük. Uyğunluq gözlənilmişdir. İlk əkinçilik vərdişlərinin yaranıbdır mezolit dövründə. İstehlak təsərrüfatına keçidin başlanması. İstehlak yox, istehsal təsərrüfatı. Yəni istehlak başa çatır, istehsal olmalı idi. Kür-Araz mədəniyyəti metaldan əmək alətlərinin hazırlanmağa başlanması. Kür-Araz mədəniyyəti erkən tunc dövrüdür. Metaldan əmək alətlərinin hazırlanması isə ilk dəfə eneolit dövründə başlamışdır. Quruçay mədəniyyəti istehsal təsərrüfatının meydana gəlməsi. Quruçay mədəniyyəti alt paleolit dövrüdür.
İstehsal təsərrüfatının meydana gəlməsi isə artıq mezolitdən götürə bilərik. Boyalı qablar mədəniyyəti, saxsı qabların istehsalının başlanması. Boyalı qablar mədəniyyəti Orta Tunc dövrüdür. Saxsı qabların istehsalının başlanması Neolit dövrüdür. Uyğun gəlmir. Kür-Araz mədəniyyəti qeyd etdik ki, erkən Tunc dövrü. Şumlama zamanı qoşqu heyvanlarından istifadə olunması. Bəli, artıq xış əkinçiliyi yaranmışdı və burada da qoşqu heyvanlarından istifadə olunurdu. Sxemi tamamlayın. Kirmanşah müqaviləsi Bağdad. Kirmanşah 1732-də Səfəvilərlə Osmanlı arasında, Bağdad 1733-də yenə Səfəvilərlə Osmanlı arasında imzalanmışdı. Araz çayından cənubda olan Azərbaycan ərazilərində Osmanlı hakimiyyətinin saxlanılması. Bu Kirmanşaha aid ola bilər. Bura təkcə Kirmanşaha aid olur. Bağdad müqaviləsində isə Araz çayından yox, bütün son 10 ildə Osmanlının işğal etdiyi Səfəvi torpaqlarının geri qaytarılması məsələsi var idi. Ancaq Sultan bunu təsdiqləməmişdi. Şah 2-ci Təhmasibin hakimiyyəti dövründə imzalanması. 2-ci Təhmasibin hakimiyyəti dövrü 1722-32-ci illərdir. Yəni 33 Bağdad düşmür, təkcə Kirmanşah düşür. Ona görə götürmürük. Bizdən ortaq cəhət kimi götürməliyik. Hər ikisinə aid olsun. Səfəvi Osmanlı dövlətləri arasında imzalanması. Bəli, bayaq qeyd etdiyim hər ikisi də imzalamışdır. Rus tacirlərinin Səfəvi dövləti ərazisində sərbəst Ruslarla əlaqəsi yoxdur. Xəzər dənizində Səfəvilər dövlətinə hərbi donanma saxlamaq belə bir söhbət də burada yox idi. Səfəvilərin ümumiyyətlə hərbi donanması olmayıb Xəzər dənizində. 6-cı suala baxırıq. Hadisə nəticə əlaqələrinə dair cədvəldə doğru fikirləri müəyyən edin. Hadisə Əbu Müslim üsyanı bizdən doğrunu soruşur. Nəticə Abbasilər sülaləsinin hakimiyyətə gəlməsi doğrudur. 750-ci ildə hakimiyyətə gəlmişdi Abbasilər sülaləsi Əbu Müslim üsyanının dəstəyi ilə. Patiya döyüşü Frank imperiyasının ərəb qoşunlarını məğlub etməsi. Patiya döyüşü bayaq qeyd etdik 732-dir. Amma Frank imperiyası dediyinə görə səhv olacaq. Çünki imperiya 800-cü ildə yaranmışdı və Franklar qələbə qazansaydı desəydi doğru götürərdik, amma imperiya səhv olacaq. Bədir döyüşü 624-cü il. Ərəb İslam dövlətinin yenə dövlət sözünə görə biz götürməyəcəyik, səhv olur. Çünki dövlət yaranıb Ərəb İslam dövləti 630-cu ildə. Xəlifə Möhtəsimin hakimiyyətə gəlməsi 733, Bizans imperiyasına qarşı türklərdən istifadə edilməsi. Bəli, Xəlifə Möhtəsim orduda türklərə geniş yer vermişdi, türk sərkərdələrə, həm Xürrəmlərə qarşı, həm də Bizans imperiyasına qarşı türklərdən istifadə etmişdi. Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi 661-dir. Paytaxt Dəməşq şəhərinə köçürülməsi doğrudur, doğru götürəcəyik. 1, 4, 5 cavab A bəndi. Rusiyada fevral inqilabının nəticələrinə aid 2-ci Rus inqilabı da qeyd edə bilərik. 1-ci Rus inqilabı 1905, 2-ci Rus inqilabı isə götürürük 1917. Nəticəsindən soruşur, mütləq monarxiyaya son qoyuldu. Bəli, Romanovlar sülaləsini hakimiyyətinə son qoyuldu. Lenin başda olmaqla bütün Rusiyada Sovet hakimiyyətinin qurulması. Lenin hələ bu oktyabr çevrilişindən sonra olacaq. Lenin burada hakimiyyətə gəlməmişdi. Sadəcə burada iki hakimiyyətlik yaranmışdı. Leninin rəhbərliyi ilə fəhlə və kəndli deputatları soveti yaradılmışdı. Bir də müvəqqəti hökumət. Əsas hakimiyyət müvəqqəti hökumətin əlində idi. Bunu düz götürmürük. Romanovlar sülaləsinin hakimiyyətinə son qoyulması qeyd etdik. Bunu doğrudur. Müvəqqəti hökumətin yaradılması. Bunu da qeyd etdik. Rusiyanın dünya müharibəsindən çıxması haqqında dekretin qəbul edilməsi. Bu 1918-ci ilə aid olacaq. Burada yox. 1, 3, 4 cavab D bəndi. İkinci Dünya müharibəsi dövründə ABŞ-nin tarixinə aiddir. Atlantika Xartiyası adlanan sənədin imzalanması 1941 bu aiddir.
Yapon əsilli vətəndaşlarına qarşı sürgün tədbiri həyata keçirilməsi 1942-ci ildə Yaponiya ilə müharibə başlayandan sonra azad dünyanın son qalası İngiltərə idi, İngiltərə adlanırdı. Müharibə iqtisadiyyatı quran ilk dövlət, o da İngiltərə dövləti olmuşdu. Şimali Fransaya qoşun çıxartması 1944-cü ilin iyununda Dwight Eisenhower'ın başçılığı ilə qoşun çıxarılmışdı. 1, 2, 5 cavab A bəndi olacaq. 9-cu suala baxaq. Böyük Səlcuq dövlətinin 11-ci əsrin 40-50-ci illər tarixi üçün səciyyəvi idi. Paytaxtın Nişapurdan Rey şəhərinə köçürülməsi 1043 bu aiddir. Anadolunun həmişəlik türk torpağına çevrilməsi 1071 Malazgirt döyüşündən sonra olmuşdu. 70-ci illərə düşür, bizdən 40-50-ni soruşur. Konya və Ankara şəhərlərinin Səlcuqlar tərəfindən tutulması bu Sultan 1-ci Məlikşahın hakimiyyəti dövrünə, o da düşür 1072-92 hakimiyyəti dövrü budur. Ona görə götürməyəcəyik. Abbasilər xilafətinin Səlcuq türkləri tərəfindən asılı vəziyyətə salınması 1055 doğru götürəcəyik. Şəddadi hökmdarı Əbləsvar Şavurla saziş imzalanması 1054 bu da aiddir. 1, 4, 5 cavab Y bəndi. 10-cu suala baxırıq. Atropatena dövlətinin Albaniya dövləti ilə oxşar, Manna dövləti ilə fərqli cəhətlərini müəyyən edin. Yəni biz bu ikisini oxşar götürəcəyik. Mannaya isə aid olmayanı götürəcəyik. Quldarlıq istehsal üsulunun mövcud olması hər üçündə də olmuşdu, ona görə götürmürük. Selevki dövləti ilə mübarizə aparılması. Selevkilərindən təkcə Atropatena aparıbdı, Albaniya yox. Roma Respublikasının işğal siyasətinə qarşı mübarizə aparılması. Roma Respublikasına qarşı hər ikisi də mübarizə aparıb, Atropatena və Albaniya. Misal üçün, eradan əvvəl 36-cı ildə Fraspa döyüşü Atropatenaya aiddir. Pompeyin yürüşləri 66-65 Albaniyaya, həmçinin Kanidinin yürüşü də götürə bilərik eradan əvvəl 36. Roma Respublikası isə eradan əvvəl 509 27-ci illəri, eradan əvvəl 27-ci illəri əhatə edir. Deməli, 3-ü götürürük. Midiya dövləti tərəfindən süquta uğradılması. Midiya dövləti tərəfindən süquta uğradılıb, bu Mannaya aiddir, Atropatena və Albaniyaya yox. Makedoniyalı İskəndərin adından kəsilmiş pullardan istifadə olunması, bunu da götürəcəyik. Həm Atropatenada, həm də Albaniyada istifadə edilmişdir. Manna dövlətində isə yox. Cavab C bəndi 3, 5. Venn diaqramını baxırıq. Birinci Rus-Qacar müharibəsi 1810 13-də başa çatdı. 1804-13. İkinci Rus-Qacar müharibəsi 1826-28. İrəvan xanlığının Rusiya təcavüzünə qarşı güclü müqavimət göstərməsi. Hər ikisində də güclü müqavimət göstərir. Birincidə işğal edə bilmirlər, ikincidə isə 27-ci ildə işğal etmişdilər. Bakı xanlığının ləğv edilərək əyalətə çevrilməsi. Bakı xanlığı 1806-cı ildə tutulur, işğal edilir. Həmin ildə də ləğv edilərək əyalətə çevrilmişdir. 1806-dır. Bu da düşür 1-ci Rus-Qacar müharibəsinə. Şəki hakimi Səlim xanın Rus qarnizonunu Şəkidən qovması. Bu da elə 1806-cı ildə olmuşdu. İbrahim Xəlil xanın Ruslar tərəfindən ailəsi ilə birlikdə qətlə yetirilməsindən sonra Şəki xanım Səlim xan da Kürəkçay müqaviləsinə qarşı etiraz edir və Rusiya üsyan qaldırmışdı. O da olacaq 1-ci Rus-Qacar müharibəsi. Cavad xanın oğlu Uğurlu xan tərəfindən Şəmşəddinin azad edilməsi. Cavad xanın oğlu Uğurlu xan Şəmşəddinin azad edilməsi bu aid olacaq 2-ci Rus-Qacar müharibəsinin başlanmasına 2 olacaq. Rus qoşunlarının Təbrizi işğal etməsi. Rus qoşunları Təbrizi 1827-ci ildə işğal etmişdi. 1827. O da düşəcək 2-ci Rus-Qacar müharibəsinə.
Y. Deməli 1-ə BC, 2-yə D'yi, 3-ə A. Cavab B bəndi olacaq. Atabəy Məhəmməd Cahan Pəhləvanın fəaliyyətinə aiddir. Təbrizin Ağsunqurilərin əlindən alınması, bəli, bu Məhəmməd Cahan Pəhləvana aiddir. Hakimiyyət illəri 1175-1186-cı illərdə olmuşdur. Həmədan uğrunda döyüşdə Xarəzmşahların məğlub edilməsi bu Atabəy Pəhləvana aid olmayacaq. Qızıl Arslana Xarəzmşahların məğlub edilməsi bu aid olacaq Əbubəkirə aid götürə bilərik bunu 1197-ci ildə. Gürcü feodallarının hücumlarını dəf edərək Azərbaycan qərb sərhədlərinin möhkəmləndirməsi. Bəli, bu Pəhləvanın dövründə olubdur. Şirvana hücum edərək Şamaxını tutması. Qızıl Arslan bunu həyata keçirmişdi. Tabeçilikdən çıxmaq istəyən 1-ci Axsana qarşı Şirvana hücum etmişdi. Sonuncu İraq Səlcuq Sultanı 3-cü Toğrulun Atabəyi olması, bu da doğru cavab kimi götürəcək. 3-cü Toğrulun Atabəyi Pəhləvan idi. 1-3-5 cavab A bəndi. Növbəti suala baxırıq. 13. Nüvə silahına malik olan yeganə müsəlman ölkəsidir. Bu Pakistan o saat bilirik. Bunu Pakistan yeganə müsəlman dövlətidir ki, nüvə silahına malikdir. 2-ci Qarabağ müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstək nümayiş etdirmişdir. Doğrudur. Cavab Pakistan da bu 3-ün göstərildiyi ərazidə yerləşir. Cavab 3 olacaq. 1. İran ərazisidir. 2. Çin ərazisi. 4. Hindistan. 5 də Monqolistan ərazisi olacaq. Növbəti 14-cü suala baxaq. 21-ci əsrin 2-ci 10 illiyində Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasətə aiddir. 2-ci 10 illik deyirsə 2011-2020-ci illərdə deyir və həyata keçirdiyi xarici siyasəti nəzərdə tutur. Asan xidmət mərkəzləri 2012-də yaranıbdır, amma daxili siyasətdir bu. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi. Qeyri-daimi üzv seçilməsi BMT-də 2011-ci ildə olacaq. Bu da xarici siyasətdir. Avropa Şurasına üzv qəbul edilməsi 2001-dir. Düşmür 2-ci 10 illiyə. Ölüm hökmünün ləğv edilməsi bu 1998-dir, həm də daxili siyasətdir. 1998. Bloklara qoşulmayanlar hərəkatına üzv qəbul edilməsi 2011 eyni ildə olubdur Təhlükəsizlik Şurası ilə. Cavab 2-5 A bəndi. 15-ci suala baxaq. Misir Fironu 2-ci Ramzesin Hitlerlə bağladığı Kadeş müqaviləsinin nəticələrinə aiddir. 13-cü əsrdə eradan əvvəl 13-cü əsrdə bağlamışdı. Bütün Suriya və Fələstin bütün dediyinə görə səhvdir. Hitlerdə qaldı, elə bir şey olmur. Suriyanın yalnız şimalı qalır. Hitlerdə bu səhvdir. Nubiya Misirə verildi, elə bir şey də yoxdur. Fələstin, Finikiya və Suriyanın cənubu yenidən Misirin hakimiyyəti altına keçdi. Bu doğrudur. Tərəflər başqa dövlətlərə qarşı bir-birlərinə yardım etməyə üzərlərinə götürdü. Bu da doğrudur. Misir dövləti Suriyaya olan bütün iddialarından əl çəkdi. Yanlışdır. Suriyanın şimalı Hitlerin əlində qaldı. Bəli, doğrudur. 2-3-5 cavab B bəndi olacaq. 16-cı sual. Eradan əvvəl 7-ci əsrin sonlarına yaxın Afinada ciddi iqtisadi problemlər siyasi ziddiyyətləri kəskinləşdirdi. Borcların ləğv edilməsi və yoxsullara torpaq verilməsi uğrunda mübarizə kəskinləşdi. Bütün bunlar xalq üsyanı başlanmasına doğru aparırdı. Üsyandan qorxan aristokratlar, biz bilirik ki, Solon islahat keçirmək məcburiyyətində qalmışdı. 594-cü ildə eradan əvvəl
Eradan əvvəl 594-cü ildə Solon islahatları keçirməyə başlayır. Bu doğru cavab olacaq üsyanların qorxmaqları nəticəsində. Tiranlıq idarə üsulunu ləğv etməli oldular. Bu eradan əvvəl 6-cı əsrin sonlarındadır və elə üsyan nəticəsində cəmaət özü ləğv eləmişdi. Drakon qanunlarının qəbul edilməsi eradan əvvəl 621-ci il, 7-ci əsrin sonlarında bu drakon qanunları qəbul edilmişdi. Amma bu xalq üsyanlarından qorxma prosesi deyildi. Burada bizdən nə soruşur? Xalq üsyanından başlanmasına doğru aparırdı. Yəni bundan qorxaraq keçirdikləri islahat Solon islahatlarıdır. Burada isə drakon qanunlarının qəbul edilməsində orada yeni varlılar meydana gəlmişdi Demosun içərisində Afinada. Həmin o yeni varlılar hakimiyyətdə təmsil olunmaq, torpağa sahib olmaq və s. istəyirdilər. Bunun qarşısını almaqdan ötürü drakon qanunları sərt şəkildə qəbul edilmişdi, sərt qanunlar idi. Əhəməni imperiyasına qarşı uğurlu müharibəyə başladılar. Bu eradan əvvəl 500-cü ildə olubdu, amma bu müharibənin başlanması ilə əlaqəsi yoxdur. Yəni nə ili doğru gəlir, nə dövrü, nə də ki səbəbi. Quldarlıq münasibətlərini ləğv etdilər. Belə bir şey də olmayıbdı. 17-ci suala baxırıq. Ərəb xilafətinin hakimiyyəti dövründə Azərbaycanın bir sıra strateji əhəmiyyətli şəhərlərində yaradılmış xüsusi hərbi məskənlər adlanırdı Rabatlar. Burada cavab Rabatlardır. Qulamlar nədir? Qulamlar ərəb qoşunlarında, digər məsələn Səfəvilər dövlətində xristian mənşəli, qeyri-müsəlman mənşəli uşaqları götürürdülər ailələrdən, onları müsəlmanlaşdırıb və hərbi xidmətə cəlb edirdilər. Yamlar bu Hülakülər dövlətində rabitə məntəqələri idi. Baskaklar Qızıl Ordu dövlətində vergi toplayanlar idi, vergi toplanmasına nəzarət edənlər. Tarxanlar da Qızıl Ordu dövlətində imtiyazlı şəxslər, feodallar idi. Keçirik 18-ci suala. Xəritə sualıdır. Əsası 10-cu əsrdə Kəngərli türk soyundan olan sülalə tərəfindən qoyulmuş, Azərbaycan torpaqlarını yenidən vahid dövlət halında birləşdirmiş dövlətin paytaxtını müəyyən edin. 10-cu əsrdə Kəngərli türk soyundan. Kəngərlilər Azərbaycanda iki dövlət qurublar. Biri Salarilər dövlətidir, o birisi isə Naxçıvan xanlığı olmuşdur. Burada 10-cu əsr deyirsə Salarilər dövlətindən söhbət gedir. 941-ci ildə yaranıb, 981-ci ildə də süqut etmişdi. Paytaxtı Ərdəbil şəhəri olmuşdu Salarilərin. Ərdəbil də 4-də yerləşir. Cavab C 4 olacaq. 1 Bakıdır, 2 Şamaxı, 3 Bərdəyə yaxın düşür. Bərdə və yaxud yox. Burada biraz sanki Gəncəyə yaxın düşür. Kür çayına yaxın Bərdə olacaq bura. 5 isə Təbriz şəhəri götürə bilərik, amma dairəyə almayaq. Cavab 4-dür. Keçirik növbəti 19-cu suala. Ağqoyunlu Bayandurlu dövlətinin 15-ci əsrin 70-ci illər tarixinə aiddir. Yəni 1470-ci illərə. Osmanlı dövlətinin qoşunlarının məğlub edilməsi 1473-cü il Malatya döyüşünü götürə bilərik. Malatya döyüşündə Osmanlılar məğlub edilmişdi. Gürcü çarı 6-cı Bağratla sülh bağlanması bu 1477-də Uzun Həsənin Gürcüstana yürüşü nəticəsində olmuşdur. Doğru götürə bilərik. Əbhər sazişinin imzalanması 1500-cü illərdir. Bizdən 70-ci illəri soruşur. Səhvdir. Qızılbaşlara qarşı Şirvanşahlar dövləti ilə hərbi ittifaqın yaradılması. Qızılbaşlara qarşı, yəni Səfəvilərə qarşı, Ərdəbil hakimliyinə qarşı bu yaradılıbdır. 1488-ci il Şahdağ döyüşüdür. 70-ci illərə aid deyil. Tiflis daxil olmaqla Şərqi Gürcüstanın Ağqoyunlu dövlətinə birləşdirilməsi həmin bu Gürcü çarı 6-cı Bağratla sülh bağlanması nəticəsidir ki, bunu da götürə bilərik. Eyni ildə olmuşdur. 1, 2, 5 cavab Y bəndi olacaq. 20-ci sual.
Mərkəzi Asiyanı ələ keçirdikdən sonra 13-cü əsrin 20-ci illərində ilk dəfə Azərbaycana yürüş etdilər. Bir çox Azərbaycan şəhərləri dağıntılara məruz qaldı. Onların bu yürüşü kəşfiyyat məqsədi güdürdü və gələcək işğallar üçün zəmin hazırlamalı idi. Bu Monqolların birinci yürüşüdür. Söhbət ilk dəfə Azərbaycana 13-cü əsrin 20-ci illəri deyirsə, 1220-1222-ci illərdə gedir. Kəşfiyyat məqsədi birinci Monqol yürüşü. 13-cü əsrin 20-ci illərin ikinci yarısında Azərbaycan yenidən xarici işğalçıların hücumuna məruz qaldı. Cəlaləddin Azərbaycan idarəsini vəziri Şərəf Əlmülkün ixtiyarına verdi. Söhbət 1225-ci ildən gedir, 25-31-ə qədər hakimiyyətdə olmuşdu Azərbaycanda Cəlaləddin Xarəzmşahlar. Mətndə bəhs edilən görüşdən fərqli olaraq birinci mətndə, ikinci mətndə bəhs edilən görüşün nəticələrinə aid olanları müəyyən edin. Yəni ikincidə olsun, birincidə olmasın. Yəni belə bir şey. Birinci mətndə olmasın, ikinci mətnə aid olanları isə tapmalıyıq. Atabəylər Eldənizlər dövlətinin bir sıra şəhərlərinin qarət edilməsi. Bunu hər ikisində də götürə bilərik. Gəlirlər, hər ikisi də Eldənizlərin bir sıra şəhərlərini tuturlar, qarət edirlər. Amma ikincidə isə son qoymuşdular. Ona görə bunu götürmürük. Bu oxşar hadisədir. Aksunqurilər dövlətinin süquta uğradılması 1227-ci ildə Aksunqurilər süquta uğradılmışdı. Bu aid olacaq Cəlaləddinə. Marağa şəhərinin ələ keçirilməsi. Hər ikisində də Marağa şəhəri ələ keçirilmişdi. Ələ keçirilməyən birincidə Təbriz və Gəncə olmuşdu. Gəncə şəhərinin tutulması birincidə qeyd etdiyimiz kimi ələ keçirilməmişdi. Amma ikincidə Cəlaləddin ələ keçirilmişdi. Doğru cavab 2-4 A bəndi olacaq. Sxem 1-ci Abbas, 2-ci Səlimin oxşar cəhətini. Şeybanilər dövləti ilə mübarizə aparılması. Abbasa aiddir, amma Sultan 2-ci Səlimə yox. Fransa ilə hərbi ittifaq qurulması. Heç birinə aid götürmürük. Fransa ilə hərbi ittifaqın qurulması. Portuqaliya ilə mübarizə aparılması. Şah 1-ci Abbasa da aid götürə bilirik. Şah 1-ci Abbas 1621-ci ildə Portuqaliya ilə mübarizə aparılması. Demək, 21-ci ildə İngilislərlə əbədi dostluq müqaviləsi imzalayır və 22-ci ildə isə Portuqaliya ilə mübarizə apararaq onu Hörmüzdən çıxartmışdı. Sultan 2-ci Səlim də İndoneziya müsəlmanlarının kömək istəməsinə qarşılıq olaraq Portuqaliya ilə mübarizə aparmışdı, onu məğlubiyyətə uğratmışdı. Doğru cavab C-ni götürəcək. Hərbi intizam, hərbi inzibati islahatların keçirilməsi Abbasda var, 2-ci Səlimdə yoxdur. Misir Məmlük Sultanlığı ilə dostluq əlaqələrinin yaradılması. Misir Məmlük Sultanlığı artıq 1517-ci ildə 1-ci Səlimin dövründə artıq son qoyulmuşdu. 1-ci Səlim son qoymuşdu. Ona görə də heç birinə aid olmayacaq. 19-cu əsrin birinci yarısında Şimali Azərbaycan iqtisadiyyatına aid xüsusiyyətləri müəyyən edin. 19-cu əsrin birinci yarısı Şimali Azərbaycana aid. Neftin çıxarılmasında icbari kəndli əməyindən istifadə edilməsi. Bu icbari əməyin ləğv edilməsi ilk dəfə başlayır 1864-cü ildə. Yəni 1864-cü ilə qədər bu dövrə qədər istifadə olunubdur. Deməli, birinci yarısında istifadə olunubdur. Kəndlilər üzərində hərbi verginin qoyulması 1887-dir. Bunu götürə bilmərik. Neft mədənləri, çünki ikinci yarısına düşür. Neft mədənlərində kəndlilərin icbari əməyinin ləğv edilməsi. Artıq bunu dedik 64-də başlayır. İcbari əməyin ləğvi həmin ili də ikinci yarısına düşür. Ona görə onu götürmürük. Sonra dəyişək. Vərəqin o biri tərəfinə keçək. Bir düşdü. Sonra deyir Rusiya xəzinəsinə müəyyən məbləğ ödəyən sahibkarların neftli torpaqları icarəyə götürməsi. İcarə
icarəyə götürülməsi bəli həmin dövrdə var idi. Ta ki 1872-ci ilə qədər, yəni 72-ci ildə artıq bu torpaqlar satılmağa başlayır hərrac üsulu ilə. Söhbət iltizam sisteminin mövcud olmasından gedir. Yəni 72-ci ilə qədər bu iltizam sistemi, icarə götürülməsi məsələsi var idi, mövcud idi. O da düşür birinci yarısına deməli götürə bilərik. 72-də əgər desəydi ki, hərrac üsulu ilə artıq torpaqları satın alması, o zaman o 72-ni özünə düşəcəkdi və onu götürə bilməzdi. Neftli torpaqların həmin məsələ gəldi. Hərrac yolu ilə xüsusi adamlara satılmağa başlanması artıq bu 72-nin özüdür. Onu biz götürə bilmərik. Cavab olacaq 1-4 D bəndi. 20-ci əsrin 60-cı illəri Türkiyə və 20-ci əsrin 90-cı illəri Azərbaycan Respublikasının tarixində baş vermiş oxşar hadisələri müəyyən edin. Ağlımıza gəlir burada 1961 Türkiyədə, 1995-də Azərbaycanda konstitusiyanın qəbul edilməsini götürə bilərik. O illər. Baxaq görək başqa nə var. Torpaqların kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə ödənişsiz verilməsi məsələsi Azərbaycanda 96-cı ildə olur, amma Türkiyədə 60-cı illərdə elə bir söhbət olmur. Konstitusiya bizə nə soruşur? Oxşar soruşur. Konstitusiyanın qəbul edilməsi, bunu qeyd etdik. Oxşarlıq var. Bütün siyasi partiyaların ləğv edilməsi. Bütün siyasi partiyalar Türkiyədə 60-cı il 1960-da hərbi çevriliş olur. O zaman ləğv edilmişdi, amma Azərbaycanda elə bir hadisə olmur. Konstitusiya məhkəməsinin yaradılması. Konstitusiya məhkəməsinin yaradılması. Deməli, Türkiyədə 61-ci il konstitusiya qəbul ediləndə bu konstitusiya məhkəməsi yaradılır. Azərbaycanda da konstitusiya məhkəməsi 1998-ci ildə yaradılmışdı. Bu da doğru cavab kimi götürə bilərik. NATO-nun üzvlüyünə qəbul edilməsi. Türkiyə 52-də NATO-ya qəbul edilibdi. Azərbaycan isə ümumiyyətlə NATO-ya üzv deyil, olmayıbdı. NATO'nun sülh naminə tərəfdaşlıq proqramı, NATO parlamentinin asosiallaşdırılmış üzvlüyünə qəbul edilməsi, bunlar NATO'nun üzvlüyü deyil, yəni NATO üzvü deyil Azərbaycan dövləti. Cavab 2-4 olur. 24-cü sual. Azərbaycan ordusunun Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə aiddir. 2023-cü ildə keçirilmişdi, 19-20 sentyabr. Laçın rayonu ərazisində Azərbaycan Respublikasının sərhəd buraxılış məntəqəsinin qurulması bu həmin ildədir, amma apreldə bu döyüşlər sentyabrın dediyim kimi sentyabrda olmuşdu. Amma bu Laçın sərhəd buraxılış məntəqəsinin Azərbaycanlılar tərəfindən qurulması həmin ilin aprel ayında olmuşdu. Yəni bu döyüşlərə aid deyil. Qarabağ probleminin bitməsi. Bəli, artıq Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçir və bununla da problem bitmiş olur. Dağlıq Qarabağ Respublikası adlandırılan qondarma qurumun özünü buraxıldığını elan etməsi. Nəticəsini göstərir, bu nəticələrinə aiddir. Ora tutulandan sonra artıq Dağlıq Qarabağ Respublikası da qondarma Respublikası da özünü buraxdığını elan edir. Azərbaycan ordusunun Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməsi. Laçın şəhəri, bu Laçın, Zabux və Sus kəndləri artıq 2022-ci ildə nəzarətə götürülmüşdü və 23-də də hətta orada yaşayış məskənləri salınaraq əhali ora köçürülməyə başlanmışdı. Deməli, bu şeyə aid deyil, antiterrora aid deyil. Azərbaycan Respublikasının Qarabağ bölgəsində öz suverenliyini bərpa etməsi, bəli, qeyd etdik. Bu əməliyyatlardan sonra Qarabağ problemi bitir və Azərbaycan orada öz suverenliyini elan edir, bərpa edir. 2-3-5 növbəti sual 25-ci sualdır. Azərbaycan tarixində 1-ci və 3-cü Respublika dövrlərinə aid ümumi cəhətləri müəyyən edin. Yəni Xalq Cümhuriyyəti, AXC və Azərbaycan Respublikası.
Azərbaycan Respublikası dövrlərini soruşur. Ümumi cəhətlər. Ermənilər Qarabağı Azərbaycandan qoparmaq cəhdinin qarşısının alınması. Hətta bu 2-ci Respublikası dövründə də olmuşdu. Yəni demək olar ki, 20-ci əsr boyu baş vermişdi bu hadisə. Torpaqların kəndlərə pulsuz verilməsinin təmin edilməsi. AXC dövründə baş tutmur, amma Azərbaycan Respublikası dövründə 96-cı ildə, orada 1996-da bu torpaqlar verilmişdi. AXC-də isə bu baş tutmur aprel işğalına görə. Təbrizdə konsulluğun açılması hər ikisinə də aiddir. 1920-ci ildə Qacarlarla müqavilə bağlayanda AXC açır. Bir də 2014-cü ildə isə, daha doğrusu 2004-cü ildə isə Azərbaycan Respublikası dövründə açılmışdı. Konstitusiyanın qəbul edilməsi. AXC dövründə konstitusiya qəbul edilə bilmir. Amma Azərbaycan Respublikası dövrünə aiddir 95-də, 1995. Silahlı qüvvələrin yaradılması, hər ikisində də silahlı qüvvələr yaradılmışdır. 1, 3, 5 doğru cavab olacaq. Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə aid hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Parlamentin fəaliyyətə başlaması 1918 dekabrın 7-si. Qacarlar dövləti ilə dostluq haqqında müqavilə imzalanması 1920-ci il martın 20-si. Lənkəran hərbi əməliyyatının uğurla həyata keçirilməsi bu 1919 avqust ayı. Ardıcıllıq isə olacaq 1, 3, 2. Uyğunluğu müəyyən edin. Dehli Sultanlığına aid. Məmlüklər sülaləsi, Xələzlər sülaləsi. Məmlüklər sülaləsi hakimiyyətdə olub 1206-dan 1290-cı ilə qədər. Xələzlər isə 1290-1320-ci illərdə. Əmir Teymurla mübarizə aparılması 1398 heç birinə aid olmur. Bu Əmir Teymurun mübarizəsi Abbasilər xilafəti ilə dostluq əlaqələrin qurulması, yaradılması bu Eltutmuş xanın dövrünə düşür. Eltutmuş Sultan Eltutmuşun, o da Məmlüklər sülaləsinin hakimiyyəti dövründə olmuşdu. Deməli 1-ə B götürə bilərik. Uğurlu hərbi əməliyyatlar keçirərək Cənubi Hindistanın tabe edilməsi Sultan əlayətinin Xələcə aiddir. Deməli 2-yə C olur. Xarəzmşah Cəlaləddinə öz ərazisində sığınacaq verilməsi. Bu da Eltutmuş xanın dövrüdür. O da Məmlüklərin dövrünə düşür. Cizyə vergisinin ləğv edilməsi. Bu Dehli Sultanlığına ümumiyyətlə aid deyil. Moğol dövlətinə aiddir. 1-ə BD, 2-yə C cavab olacaq. 17-ci əsrin birinci yarısında bütün Avropanı bürümüş talan edici müharibə çox böyük məhrumiyyətlərə səbəb oldu. Bu müharibə müqəddəs Roma imperiyasının torpaqlarında başlandı. Katolik Fransasının eyni etiqada malik müqəddəs Roma imperiyasına qarşı protestantları müdafiə etməsi baş nazir və kardinal Richelieu'nin dövlət mənafiyi ilə bağlı idi. Bu Avropada dini müharibələrin sonuncusu idi. Söhbət 1618-1648-ci illərdən gedir. Mənbədə bəhs edilən müharibənin tarixə hansı adla daxil olduğunu yazın deyir. Bu müharibə tarixə düşübdür. 30 illik müharibə. 30 illik müharibə. Mənbədə bəhs edilən müharibənin mətndə göstərilməyən iki səbəbini yazın. Burada biz nəyi götürə bilərik? Mənbədə göstərilməyib. Baxaq görən mənbədə nə göstərilmişdir? Talanedici müharibə çox böyük məhrumiyyətlərə səbəb oldu. Bu müharibə müqəddəs Roma imperiyasının torpaqlarında başlandı. Katolik, ümumiyyətlə heç eyni etiqada malik. Burada heç səbəb ümumiyyətlə mətndə göstərilməyibdir. Mətndə əsas burada iki səbəbi qeyd edə bilirik ki, Qərbi Avropada hegemonluq uğrunda Fransa ilə İspaniya və müqəddəs Roma imperiyasına qarşı mübarizə.
Yəni Fransa bir tərəfdə, Müqəddəs Roma İmperiyası İspaniyaya qarşı mübarizə bu bir tərəfdə. Bunların ikisi arasında Avropada ağalıq uğrunda mübarizə. Bir bunu qeyd edə bilərik. Bir də Müqəddəs Roma İmperiyasında yaşayan protestantlarla katoliklər arasında məzhəbsel, yəni dini müharibənin, dini münaqişənin baş verməsi və bu da ikinci səbəb götürə bilərik. Sonra mənbədə bəhs edilən müharibənin Almaniya üçün nəticələrini yazın deyir. Almaniya üçün nəticələri nə deyə bilərik? Almaniyanın parçalanması daha da rəsmiləşdi. Almaniyanın siyasi dağınıqlığın rəsmiləşdirildi. Bunu da qeyd edə bilərik. Həmçinin Almaniyanın geosiyasi və geostrateji əhəmiyyəti də azaldı. Bu müharibənin Almaniya üçün nəticələri idi. Sağ olun dəyərli izləyicilər. Yenə də qeyd edək, videomuzu bəyənirsinizsə, xoşunuza gəlirsə bəyənib, şərh yazıb paylaşa bilərsiniz və bununla da mənim əməyimə dəyər vermiş olarsınız. Sağ olun, növbəti izahlarda görüşərik.